Məlumat verdiyimiz kimi, Azərbaycanda qarşıdan gələn 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə iyun ayının 6, 7, 8 və 9 Qurban Bayramı ilə əlaqədar olaraq tətil elan edilib. Dobaylifo qeyd edir ki, artıq paytaxt Bakıdan rayonlara kütləvi şəkildə maşın karvanları yola düşür. İnsanlar 4 günlük tətili dəyərləndirmək üçün bölgələrə səfər edirlər. Bakıdan çıxışda ciddi tıxacların yarandığına dair şəkillər və videolar paylaşılır. Əməkdaşımız hadisə yerindən qeyd edir ki, hazırda Bakıdan çıxış istiqamətində yollarda böyük tıxaclar yaranıb. Bu tıxaclar saatlardır insanların mənzil başına getməsinə çətinlik yaradır. Tətil sonu Bakı istiqamətində də yollar eyni vəziyyətdə olur. Bu bayramın sonuncu günündə də yollarda ciddi tıxacların olacağı proqnozlaşdırılır. Yol polisi tövsiyə edir ki, sürücülər bir saatlarda Bakıya və Bakıdan yola çıxmasınlar. Əlavə edək ki, bu dəqiqələrdə 20 yanvardan Xırdalan-Sumqayıt istiqamətində də vəziyyət acınacaqlıdır. Qanatlıq taksilər də qiymətləri qaldıraraq adamın birini 10 manata aparırlar.